şeytan əvvəl vəsvəsə eləyir, əvvəl yaxınlaşır. Oğru adamlar kimi, oğru evə girəndə əvvəl barmağının ucunda yürür. Sonra görür, yox, bu evin yiyəsi yatıb qalıb, bu heç yətib, heç ayılmaq fikri yoxdur. Ayılmaq fikri yoxdursa, başlayır rahatçılıqla işini görməyə. Hətta bunu belə də təşbih verirlər ki, bir quşa bənzəyir ki, əvvəl yuvasını qurmamışdan əvvəl baxır, görür, təhlükə var yoxsa yox. Görür, yox, təhlükə yoxdur. Başlayır yavaş-yavaş hələ yuvasını qurmağa. Bu sürədə görür ki, yox, təhlükə yoxdur. Yuvasını qurandan sonra ora yumurta qoyur. Həmən o yumurtalar sonra bala çıxartır. Sonra insanın başlayır zəif əzalarına qonmağa. Kim əldən zəifdirsə əlinə qoyur, əli əyridir, kimi gözdən, kimi dildən, kimi qulaqdan fərq eləməz. Harada zəif yer varsa gedir qonur ora.